Salam, videonu saxlayıb tez bir şəkildə sualdakı səhvi tapa bilərsən? Yox, çünki sualda səhv yoxdur. Amma çox uzundur. Mən sənə bunun çox qısa bir həllini göstərəcəm. Necə? İzlə indi. Deməli, sual nədir? 8 üstü loqaritma 2 əsasdan 5. Mən bu misalı belə yazıram. Yazıram ki, 8 üstü loqaritma 8 əsasında. Müəllim, misalda 2-də 8 yazdınız. Tamam da 8 2 nədir? Kubudur. Əla. 2'ni kuba yükselttiğim kimi 5'i de kuba yükseltirəm. Ne olacaq? 125. Gör ne yazdım? 125. Əla. 8'lər gedir, cavab oldu 125. Çox qısa bir həll yazdıq. Bunun başqa bir həllinə baxaq. Kök altında 5 üstü loqaritma 5 əsasından 4 bərabərdir. Görürsən, burada 5 yazılıb. 5'i neyiniyim? Salım kökə. Niyə? Çünki burada kök altında da ona görə. Aha, misalımız nə olacaq? Loqaritma kök altında 5 əsasından. Amma bunu kökə saldığıma görə, bunu kökə salacağam. Olacaq nə? Kök altında 4 bərabərdir. Getdi bu 5'lər. Getdi. Cavab nə oldu? Kökdə 4. Yəni 2. İndi bu sualı sən tap. Kök altında 7 üstündə loqaritma 7 əsasından 9.